Salam əziz şagirdlər, xoş gördük hər birinizi. Bu günləri biz Newtonun 2-ci və 3-cü qanunlarından olan test tapşırıqlarının həllərinə baxacağıq. Başlayaq birinci sualımızdan. Aşağıda eyni bir maddi nöqtənin müxtəlif hərəkət tənişləri verilmişdir. Hansı halda maddi nöqtəyə ən kiçik əvəzləyici qüvvə təsir edir? Əvəzləyici qüvvəmiz tapılır. F bərabərdir M vurulsun A ifadəsi ilə. Eyni bir maddi nöqtənin dediyi üçün deməli kütlə sabitdir. Yəni eyni bir cismin müxtəlif hərəkət tənişləri verilmişdir. Deməli biz baxacağıq burada təcrülə. Daha sonra yazırıq koordinatın tənliyini. X bərabərdir x0 üstə gəlinsin v0t üstə gəlinsin at kvadratı bölünsün 2. At kvadratı bölünsün 2. Biz də bilirik ki, baxın bu məxrəcdə olan 2-yə görə hər zaman təcilin qiyməti 2 ilə ixtisar gedir. Məsəl üçün yerdə qalır 3t kvadratı. Bu zaman təcil neçə deməkdir? 6. Ona görə də koordinatın tənliyində t kvadratlarının qarşısını neçəyə vurmalıyıq? 2-yə vurub biz təcili tapmalıyıq. Və ya koordinatın zamana görə ikinci tərtib törəməsi bizə təcili verir. 2 dəfə bu tənliklərdən törəm alıb o şəkildə də təcil tapa bilərsiniz. İndi asan yol kimi baxırıq ki, A variantımızda təcilimiz 12, B variantımızda təcil 6, C variantında 10, Y variantında 4, D variantında isə 2-dir. Bizə də lazımdır ki, əvəzləyici qüvvə ən kiçik olsun. Bunun üçün təcilin olacaq 2 qiyməti, yəni D variantı. R radiuslu çevrə üzrə modulca sabit V sürəti ilə hərəkət edən M kütləli cismə təsir edən qüvvənin modulu hansı ifadə ilə təyin olunur? F bərabərdir MA. Sonra fikirləşirik ki, mərkəzə qaçma təcilinin radius və sürətlə olan düsturu olur. M vurulsun V kvadratı bölünsün R. Cavabımız olur B variantı. R radiuslu çevrə üzrə sabit omega bucaq sürəti ilə hərəkətdə M kütləli cismə təsir edən qüvvənin modulu hansı ifadə ilə təyin olunur? F bərabərdir M vurulsun A. Bu da bərabərdir. A'nın yerinə mən nə yaza bilərəm? Omega kvadratı R. M vurulsun omega kvadratı R. Cismə qarşılıqlı perpendikulyar istiqamətdə yönəlmiş iki qüvvə təsir edir. F1 bərabərdir F2 olarsa bu cismin təcil hansı istiqamətdə yönələr? Biz bilirik ki, qüvvələr bir-birinə perpendikulyar yönəldikdə əvəzləyici qüvvəmiz olur bu istiqamətdə. Yəni bu olacaq əvəzləyicinin istiqaməti. Təcil yaradan nədir bəs? Əvəzləyici qüvvə. Əvəzləyici qüvvə hansı istiqamətdə olursa, təcil də o istiqamətdə olur. Cismə qarşılıqlı perpendikulyar istiqamətdə yönəlmiş iki qüvvə təsir edir. F1 bərabərdir F2 olarsa, bu cismin təcili hansı istiqamətdə yönələr? Dedik qüvvələr bir-birinə perpendikulyar olduqda əvəzləyici qüvvə tapılır bu şəkildə. Bu zamanda təcil də hər zaman olur əvəzləyici qüvvənin istiqamətində. Qarşılıqlı təsirdə olan iki cismin kütlələrinin nisbəti M1 bölünsün M2 bərabərdir 4 olarsa, onların təcillərinin A2 bölünsün A1 nisbətini hesablayın. Biz əvvəlcə təcilin üstünü yazaq. A bərabərdir F bölünsün M. Bu zaman qarşılıqlı təsirdə deyilsə qüvvələr bir-birinə bərabərdir. Təcil kütlədən tərs mütənasib asılıdır. Elə deyilmi? A2 bölünsün A1 bərabər olmalıdır. M1 bölünsün M2'ye. Bizdən A2 bölünsün A1'i soruşurdu. M1 bölünsün M2 də 4'e bərabər olduğu üçün yazacağım 4. Deməli A2 bölünsün A1 nisbəti bərabər oldu 4'e. F bölünsün V vurulsun omega ifadəsi ilə çevrə üzrə bərabər sürətli hərəkətdə hansı fiziki kəmiyyət təyin olunur? Bərabərdir. F bölünsün omega vurulsun V'nin yerinə mən nə yaza bilərəm? A. F bölünsün A da bizə verəcək nəyi? Cismin kütləsini. Radiusu R olan çevrə üzrə bərabər sürətli hərəkət edən M kütləli cismə təsir edən qüvvə hansı ifadə ilə təyin olunur? Əvvəlcə biz qüvvənin düsturunu yazaq. F bərabərdir M vurulsun A bərabərdir. Mərkəzə qaçma təcilinin periodla olan düsturu hansı idi? M vurulsun 4 pi kvadratı R bölünsün T'nin kvadratı. Elə deyil mi? Olacaq nə? 4 pi kvadratı MR bölünsün T kvadratı. Radiusu R olan çevrə üzrə bərabər sürətlə hərəkət edən M kütləli cismə təsir edən qüvvə hansı ifadə ilə təyin olunur? Bu zamanda biz mərkəzə qaçma təcilinin tezliklə olan düsturuna baxacağıq.
F bərabərdir MA bərabərdir M vurulsun 4pi kvadratı N kvadratı R. 4pi kvadratı N kvadratı M vurulsun R. F bölünsün M vurulsun omega ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Biz bilirik ki, F bölünsün M bizə nəyi verir uşaqlar? Cismin təcilini, elə deyilmi? Yəni F bölünsün M-in yerinə yazacağım A bölünsün omega. A-nın da yerinə istəsəz omega V yaza bilərsiniz. Bölünsün omega. Buradan da omegalarımız ixtisar gedir. Yerdə qalır. Yəni xətti surət. Verilmiş radiusu çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin sürəti 2 dəfə azaldıqda ona təsir edən qüvvə necə dəyişər? Yazaq biz əvvəlcə qüvvəmizin düsturunu. F bərabərdir M vurulsun A bərabərdir M vurulsun verilmiş radiuslu. Deməli radius düsturda iştirak etməli və sabit qalmalıdır. Həmçinin xətti sürətdən söhbət gedir. Deməli yazacağım nə? V kvadratı bölünsün R. M sabit, R sabit. Buradan görürük ki, qüvvə sürətdən necə asıldır? Kvadratik düz mütənasib asılıdır. Əgər xətti sürətimiz 2 dəfə azalırsa, bu zaman əvəzləyici qüvvəmiz də 4 dəfə azalır. Yəni sürətin kvadratı qədər. Kütləsi 200 qram olan cismin hərəkət tənliyi x bərabərdir 10 plus 2t plus 4t kvadratı şəklindədir. Cismə təsir edən əvəzləyici qüvvəni hesablayın. Cismin kütləsi M bərabərdir 200 qramımız edəcək 0,2 kiloqram. Təcili isə edəcək t kvadratının qarşısını dedik 2-yə vuranda koordinatın tənliyində bizə verir təcili. Təcilimiz də olacaq 8. F bərabərdir MA 0,2 vurulsun 8 bərabərdir 1,6 Newton. Cismə təsir edən əvəzləyici qüvvəni 6 Newton artırdıqda onun hərəkət təcili 3 dəfə artmışdır. Başlanğıc anda cismə təsir edən əvəzləyici qüvvəni hesablayın. Deməli, baxır uşaqlar, əvvəlcə verilənləri seçib yazmaq lazımdır. Cismə təsir edən əvəzləyici qüvvəni 6 Newton artırdıqda cismə əvvəlcə bir F1 qüvvəsi təsir edirdi. Elə deyilmi? Baxın. Deməli, cismə əvvəlcə bir F1 qüvvəsi təsir edir. Daha sonra bu qüvvəni 6 Newton artırdıqda sonradan yaranan F2 qüvvəsi əvvəlkindən nə qədər çox oldu? 6 Newton çox oldu. F1 qüvvəsi təsir edən zaman bu cismin bir A1 təcili var idi. Sonra bu təcil 3 dəfə artdı. Yəni A2 bərabər oldu 3A1-ə. Düzdür? Bəs təcil hansı düsturla tapılırdı? A bərabərdir F bölünsün M. Buradan görürük ki, kütlə sabitdir. Təcil əvəzləyici qüvvədə necə asılır? Düz mütənasib asılıdır. Nə yazacağım? Yazacağım A2 bölünsün A1 bərabərdir F2 bölünsün F1. Davamlı bu sol tərəf küncdən yazırıq. A2-nin yerinə yazacağım 3A1 bölünsün A1 bərabərdir. F2-nin yerinə yazacağım F1 üstə gəlinsin 6 bölünsün F1. A1'lər buradan ixtisar gedər. 3F1 bərabərdir F1 plus 6. F1 də bərabərdir 3 Newtona. Avtomobilin sürəti V bərabərdir 10 plus 0,5T qanununa uyğun olaraq dəyişir. Avtomobilin kütləsinin 1,5 ton olduğunu bilərək ona təsir edən əvəzləyici qüvvəni hesablayın. Sürətin tənliyinə baxırıq ki, bu V bərabərdir V0 plus AT tənliyidir. Buradan görürük ki, təcilimiz nə qədərdir? 0,5 metr bölünsün saniyə kvadrat. Yazırıq əvəzləyici qüvvəmizin düsturunu. F bərabərdir M vurulsun A bərabərdir. Kütləmiz 1,5 tondur. Bunu biz nə etməliyik? Kiloqrama çevirməliyik. Olacaq 1500 kiloqram. Yəni 1500 vurulsun 0,5. Bu da bərabərdir 750 Newton. X oxu üzrə hərəkət edən maddi nöqtənin koordinatının zamandan asılılığı x bərabərdir 10-4t plus 2t kvadratı qanunu ilə dəyişir. Əvəzləyici qüvvənin 800 Newton olduğunu bilərək maddi nöqtənin kütləsini hesablayın. Koordinatın tənliyində dedik t kvadratın qarşısında duranın
2 misli bizə nəyi verir? Təcili. Deməli, təcilimiz nə qədərdir? 4 metr bölünsün saniyə kvadrat. Daha sonra yazıram təcilin düsturunu. A bərabərdir. F bölünsün M. Buradan M'i tapıram. M bərabər olacaq. F bölünsün A-ya. Bu da bərabərdir. Qüvvəni verib 800. Deməli, təcil də verib 4. Bu da elə bərabər olacaq 200-ə. Təcilin cismə təsir edən qüvvədən asılılıq diaqramında verilmiş nöqtələrə uyğun kütlələrin M2 bölünsün M1 nisbətini hesablayın. Uşaqlar, əvvəlcə yazaq biz təcilin düsturunu. Təcilin düsturu necə idi? A bərabər idi F bölünsün M. Elə deyilmi? Buradan indi M-i tapacaq olsaq, M bərabərdir nəyə? F bölünsün A-ya. Bu ifadəni unutmuruq, saxlayırıq yadımızda. Daha sonra sizə asan olsun deyə İstəyirsinizsə bir-bir tapsaz daha rahat olar. Çünki bəzən bölmələrdə səhvlik də eləyir uşaqlarımız. Bunun üçün nə yazacağam? Əvvəlcə M1-i taparam. M1 bərabər olacaqmı? F1 bölünsün A1 bərabərdir. F1'imiz 2'dir. A1'imiz 3'dür. Yəni 2 bölünsün 3. İndi yazıram M2 üçün. M2 bərabərdir nəyə? F2 bölünsün A2 bərabərdir. F2'miz 4'dür. A2'miz də 2'dir. Yəni 4 bölünsün 2 bərabər oldu 2'yə. Gətirib indi burada yerinə yazırıq. M2'nin yerinə nə yazacağım? 2. M1'in də yerinə yazacağım. 3 də 2. 2'lər də buradan ixtisar gedir. 3 də çıxır kəsrin surətinə. Təcilin cismin kütləsindən asılılıq diaqramında verilmiş nöqtələrə uyğun qüvvələrin F2 bölünsün F1 nisbətini hesablayın. Tek qüvvə hansı düsturla tapılır? F bərabərdir M-a. F1 deməli nəyə bərabər olacaq? M1 vurulsun A1 bərabərdir. M1'imiz 2'dir. A1'imiz də 3'dür. Yəni 2 vurulsun 3 bərabərdir 6. F2'miz bərabər olacaq. M2 vurulsun A2 bərabərdir. M2 4, A2 də 2. 4 vurulsun 2 bərabərdir 8. İndi biz F2'ni tapdıq 8, F1'i də tapdıq 6. Bunlar da 2'yə ixtisar gedər, qalar 3'də 4. Cismə təsir edən əvəzləyici qüvvənin zamandan asılılıq qrafiki verilmişdir. Hansı zaman intervalında cismin hərəkəti bərabər təcilli hərəkət adlanır? Hərəkətin bərabər təcil olması üçün deməli bizim təcilimiz zamana görə, yəni dəyişmir, sabit qalır. Təcil zamana görə dəyişmirsə, dəyişməyən nəymiş? Əvəzləyici qüvvə. Əvəzləyici qüvvə sabit olarsa, təcil də zamana görə sabit qalır. Uyğun gəlir qrafikimizin A, B hissəsinə. Cismə təsir edən əvəzləyici qüvvənin modulunun zamandan asılılıq qrafiki verilmişdir. Hansı zaman intervalında cisim bərabər təcilli hərəkət edir? Dedik ki, bərabər təcilli hərəkət etməsi üçün təcil zamana görə sabit qalmalıdır, yəni dəyişmir. Təcilin də dəyişmədiyi hissə yalnız olur A, B hissəsi. Çünki fikir versək, qüvvənin zamandan asıllığında A, B hissəsində qüvvə zamana görə dəyişmir, sabit qalır. Bunun üçün də təcilimiz də dəyişməyəcək. Düzxətli hərəkətdə cismin yerdəyişməsinin modunun zamandan asılılıq qrafiki verilmişdir. Hansı ifadələr doğrudur? Biz yerdəyişmənin zamandan asılılıq grafikinə baxanda görürük ki, grafikimiz küsüb gedən grafikdir. Deməli, hərəkətimiz bərabər yavaşayan hərəkətdir. Bərabər yavaşayan hərəkətdə, bərabər yeyinləşən hərəkətdə hər ikisi bərabər təcilli hərəkətin biz bilirik ki, bir növüdür. Elə deyilmi? Sürət sabitdir. Xeyr, bu yanlışdır. Hərəkətimiz bərabər yavaşayandır. Təcil sabitdir və sıfırdan fərqlidir. Doğrudur. Qüvvələrin əvəzləyicisi sıfırdan fərqlidir və sabitdir. Bu da doğrudur. Dedik ki, təcilin hər zaman ifadəsi və istiqaməti har olur? Əvəzləyici qüvvənin istiqamətində olur. Yəni daha doğrusu desək, istiqaməti əvəzləyici qüvvə istiqamətdə olur. Cavabımız olur 2 və 3. Həcmi 100 kub santimetr olan biznes cismin təcilinin ona təsir edən əvəzləyici qüvvədən asılılıq qrafiki verilmişdir. Cismin sıxlığını hesablayın. Əvvəlcə biz baxırıq. Təcilimiz var, əvəzləyici qüvvəmiz var.
Nəyi tapa bilərik? Cismin kütləsini. A bərabərdir F bölünsün M. Buradan M tapsaq, M bərabər olacaq F bölünsün A-ya. Yəni 8 bölünsün 20 bərabərdir 0,4 kiloqram. İndi isə yazırıq buradan sıxlığın düsturunu. Rho bərabərdir M bölünsün V bərabərdir. Kütləni tapmışıq 0,4. Həcmimiz isə uşaqlar 100 kub santimetrdir. Biz bunu əgər kub metrə çevirəcək olsaq, eləyəcək 10 üstü mənfi 4 kub metr. Yazacağım həcmin yerinə 10 üstü mənfi 4 kub metr. Bərabərdir 0,4 vurulsun 10 üstü mənfi 4 çıxır kəsrin sürətinə olur 10 üstü müsbət 4. Bu da bərabər olur 4000 kiloqram bölünsün kub metr. Cismin yer dəyişməsinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Hansı qrafik bu cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamandan asılılığına uyğundur? Əvvəlcə görürük ki, cisim x ox istiqamətdə bərabər yavaşcan hərəkət edir. Belə bir dənə x oxu çəkirik. Cisimimiz birinci halda baxın bu istiqamətdə gedir, amma bərabər yavaşcan hərəkət edirsə, deməli əvəzləyici qüvvə x oxun əksi istiqamətindədir. Yəni olacaq mənfidən sabit. Daha sonra Sx-in və ya koordinatın sabit qalması cismin sükunətdə olması deməkdir. Yəni hərəkət sürəti sıfıra bərabərdir. Bu zaman əvəzləyici qüvvəmiz olacaq sıfırdan sabit. Daha sonra isə x oxunun əksinə necə hərəkət edib? Yeniləşən hərəkət edib. Yəni x oxunun əksinə gedir və yeniləşən hərəkət edirsə, əvəzləyici qüvvə də x oxunun əks istiqamətindədir. Elə deyilmi? Bu zaman yenə əvəzləyici qüvvəmiz sabit olacaq 4-cü rübdən. Newton vurulsun saniyə bölünsün kiloqram ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Newtonu açaram mən. Newtonun yerinə yazaram kiloqram vurulsun metr bölünsün saniyənin kvadratı. Vurulsun saniyəmiz vardı. Bölünsün kiloqramımız da burada var idi. Kiloqramlarımız ixtisar gedir. Saniyə ilə saniyə kvadratının biri gedir. Yerdə qalır metr bölünsün saniyə. Bu da S bölünsün T deməkdir. O da bizə verir sürəti. Euler Venn diaqramında x oxu boyunca hərəkət edən A və B cisimlərinin hərəkət tənişlərinə uyğun bəndləri müəyyən edin. Biz indi əvvəlcə A və B cisimlərinin hərəkət tənliklərinə baxaq uşaqlar. Deməli, A cisminin hərəkət tənliyi x bərabərdir mənfi 10t plus t kvadratı. Görürük ki, başlanğıc sürətimiz mənfi, təcilimiz isə müsbət. Cisim bərabər yavaşcan hərəkət edir. Bəs hansı istiqamətdə başlanğıc sürətimiz mənfi olduğu üçün x oxunun əksi istiqamətində bərabər yavaşcan hərəkət edir. Deməli, x oxunun əksi istiqamətində A cismi necə hərəkət etdi? Bərabər yavaşcan hərəkət etdi. Baxıram B cisminin koordinatının tənliyinə. X bərabərdir mənfi 10t minus t kvadratı. Başlanğıc sürətin mənfi, təcilin mənfi. Başlanğıc sürətin mənfidirsə, deməli cisim x oxunun əksi istiqamətində gedir. Təcil də mənfi olması, o demək ki, cisim x oxunun əksi istiqamətində necə hərəkət edir? Bərabər yeniləşən hərəkət edir. İndi baxaq variantlarımıza. Təsir edən əvəzləyici qüvvə hərəkət istiqamətində yönəlmişdir. Əvəzləyici qüvvə hərəkət istiqamətində yönələndə cisim necə hərəkət edirdi? Bərabər yeniləşən. Bir uyğun olacaq B variantına. Təsir edən əvəzləyici qüvvə hərəkətin əks istiqamətində yönəlmişdir. 2 uyğun olacaq və A cismi bərabər yavaşcan hərəkət etdiyi üçün A cismi üçün. Dayanana kimi 25 metr yol gedir. Şuralar biraz məntiqi yanaşmaq lazımdır burada. Burada cismin biri bərabər yeniləşən hərəkət edir. B cismi. A isə bərabər yavaşcan hərəkət edir. Hansı cisim dayanacaq? Əlbəttə ki, bərabər yavaşcan hərəkət edən. Yəni fikirləşmədən elə 3-ü A cisminə yaza bilərsiniz. Və yaxud da ki, A cisminin dayanana qədər getdiyi yolu tapacaq olsaq, S tormuz A üçün yazıram ki, V0 kvadratı bölünsün 2A bərabərdir. V0'mız 10'dur. Onun kvadratı bölünsün 2 vurulsun. Təcilimiz də T kvadratının qarşısı 2'dir. Bərabər olacaq 25 metrə. Həqiqətən də gördük ki, A cismi dayanana qədər 25 metr yol gedir. X oxun əksi istiqamətində hərəkət edir.
lap başda dedik ki, başlanğıc sürətlərimiz mənfi olduğu üçün cisimlərin hər ikisi x oxunun əks istiqamətində hərəkət edir. Bərabər yeyinləşən hərəkət edir. Bunu da yenə qeyd etdik ki, B cisiminin başlanğıc sürəti mənfi, təcili mənfi, cisim x oxunun əks istiqamətində bərabər yeyinləşən hərəkət edir. 2, 3, 1, 5, 4. Yay hər iki ucundan F qüvvəsi ilə dartdıqda x qədər uzanır. Bu yayın bir ucunu tərpənməz bərkidib, digər ucundan F qüvvəsi ilə dartdıqda nə qədər uzanır? Uşaqlar, bura biz əvvəlcə, baxın, burada bu F qüvvəsi sola, digər F qüvvəsi isə sağa doğru çəkir cismi. Mən bura bir dənə yazıram, 5F, yəni sağa doğru çəksin 5F, sola da doğru çəksin F qədər. İndi uşaqlar, bu yayda yaranan elastiklik qüvvəsi nə qədər olacaq? Baxırıq bura. 5F zaten F'i çəkib sürüb sağa doğru aparır. Elə deyilmi? F geridən, yəni sola doğru. Bu yayda nə qədər elastiklik qüvvəsi yarada bilər? Elə F qədər. Yadda saxlamaq lazımdır ki, istər yay olsun, istərsə də ip olsun. Bir ipin bir ucundan 15 Newton qüvvə sola çəkir, 20 Newton qüvvə isə sağa doğru çəkir. Bizə lazımdır burada olan ipdəki gərilmə qüvvəsi. Uşaqlar, 20 Newton 15 Newtonu sağa doğru sürüb aparacaq. Düzdür? 15 Newton qüvvə geridən, yəni sola doğru çəkərək bu ipdə nə qədər gərilmə yarada bilər? Əlbəttə ki, özü qədər. 15 Newton qədər. Yəni, bir ipin və yaxud da ki, yayın hər bir ucundan fərqli qüvvələr təsir edərsə, orada yaranan ipin gərilmə qüvvəsi və yaxud da ki, yayın elastik qüvvəsi kiçik qüvvə qədər olur. İndi burada qüvvələrin hər ikisi F qədər olduğu üçün, deməli ilə yaranan elastik qüvvəsi, yəni qüvvənin birinə bərabər olmalıdır, F olmalıdır. İndi biz bu yayı bura bağladıq. Bu zaman fərz edək ki, delta x yayın uzanması x qədərdir. İndi bu cismi də biz yayı bağlamışıq. Bura gördüyümüz kimi, baxın, bu divara. Divar yayı zaten bərk bir şəkildə saxlayıbdır. F qüvvəsi yenə bu yayda nə qədər elastik qüvvəsi yaradacaq? Elə özü qədər F qüvvəsi yaradacaq. Əgər F qədər yarananda x qədər yay uzanırsa, yenə F qədər olanda yayın uzanması nə qədər olacaq? X qədər olmuş olacaq. Eyni kütləli cisimlər sükunət vəziyyətindən müxtəlif sabit qüvvələrin təsiri ilə hərəkətə başlayır. Bərabər yer dəyişmələr etdikdə cisimlərin aldığı sürətin ona təsir edən əvəzləyici qüvvənin modulundan asılı qrafiki hansıdır? Eyni yer dəyişmələr icra edir və sükunət vəziyyətindən dediyinə görə deməli başlanğıc sürətimiz sıfıra bərabərdir. Biz S bərabərdir V kvadratı minus V0 kvadratı bölünsün 2 ad üstünü bilik. V0 0 olardısa yerdə nə qalırdı? V kvadratı bölünsün 2A. Düzdür? Buradan V nəyə bərabərdir? V bərabərdir kök altında 2A S-ə. Düzdür? Bu da bərabərdir. Kök altında 2 vurulsun. A-nın yerinə nə yaza bilərəm? F bölünsün M vurulsun S. Aha. Lap istəsəz bunu bu hissədən silək. Buradan bir dənə V yazaq. Aha. Biz indi görürük ki, VF-dən necə asılıdır? Kök altı düz mütənasib asılıdır. Düz xətli hərəkətdə cismin yer dəyişməsinin zamandan asılı qrafiki verilmişdir. Bu cisim üçün biz görürük ki, cismin yer dəyişməsinin zamandan asılı qrafikində cisim x oxu istiqamətində necə hərəkət edir? Bərabər yeyinləşən hərəkət edir. Yəni bu şəkildə küsüb gedən qrafikimiz yox, yaxınlaşan qrafiklərimiz yeyinləşən hərəkətə uyğun idi. Elə deyilmi? Burada bərabər yeyinləşən hərəkət edir cisimimiz. Deməli, sürət zamana görə artır. Sürət sabit qala bilməz. Birinci variantımız yanlışdır. Bərabər yeyinləşən hərəkətdə, bərabər yavaşlayan hərəkətdə dedik ki, bərabər təcilli hərəkətin növüdür. Yəni, təcil sabitdir və sıfırdan fərqlidir. Təcil edən qüvvələrin əvəzləyicisi sıfırdan fərqlidir və sabitdir. Əlbəttə ki, təcil olduğu üçün deməli, əvəzləyici qüvvəmiz də var və o da sıfırdan fərqlidir. Cavabımız olacaq 2 və 3.
Düz xətli hərəkətdə cismin yer dəyişməsinin zamandan asılı qrafik verilmişdir. Bu cisim üçün ST-dən düz asılı olması hansı hərəkətdir? Şöyle bu S bərabərdir VT deməkdir. Düzdür? Deməli bu bərabər sürətli hərəkətdir. V sabit olarsa ST-dən düz mütənasib asılır. Sürət sabitdir. Bərabər sürətli hərəkətdə təcil sıfıra bərabər, əvəzləyici qüvvə sıfıra bərabər olduğunu bilirik. Təcil sıfıra bərabərdir. Bu da doğrudur. Ona təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabərdir. Bu da doğrudur. Cavabımız olur D variantı. Çevrə üzrə bərabər sürətli hərəkətdə cismin dövrətmə tezliyini 3 dəfə artırdıqda ona təsir edən əvəzləyici qüvvə 40 Newton artmışdır. Əvəzləyici qüvvənin əvvəlki qiymətini hesablayın. Aha. Biz indi baxırıq burada nəyə uşaqlar? Əvvəlcə tənasüblərimizi yazaq. Deyir ki, tezliyi 3 dəfə artırdıqda. Baxın, tezliyin əvvəlcə bir N1 qiyməti var idi. Bunu 3 dəfə artırdıqda N2 nəyə bərabər olacaq? 3 N1-ə bərabər olacaq. Tezliyin N1 qiyməti olanda bu cisimə bir F1 qüvvəsi təsir edirdi. Tezlik N2 olanda isə yaranan F2 qüvvəsi, N1 qüvvəsi F1 qüvvəsinə nə qədər çox olacaq? F2 bərabərdir F1 plus 40 Newton qədər. İndi daha sonra yazıram mən mərkəzə qaçma qüvvəsinin düsturunu. F bərabərdir M bərabərdir M vurulsun mərkəzə qaçma təcilinin tezliklə olan düsturu 4pi kvadratı N kvadratı R. Buradan görürük ki, Fn-dən necə asıldı? Kvadratik düz mütənasib asıldır. Yəni F2 bölünsün F1 bərabərdir N2-nin kvadratı bölünsün N1-in kvadratı. Daha sonra F2'nin yerine indi yazacağım. F1 plus 40 bölünsün F1 bərabərdir. N2'nin yerine 3N1 yazanda baxın burada kvadrata yüksəltmək lazımdır. Çünki N2'nin kvadratıdır. Olacaq 9N1'in kvadratı bölünsün N1'in kvadratı. N1 kvadratları buradan ixtisar gedir. 9 F1 bərabərdir. F1 plus 40 tənasübümüzü burada astıq. Buradan 8 F1 bərabərdir 40. F1 də bərabərdir 5 Newton. Tili L olan polad kub müəyyən qüvvənin təsiri ilə A təcili alır. Həmin qüvvənin təsiri ilə L bölünsün tili 2 olan polad kubun aldığı təcil nəyə bərabər olar? Əvvəlcə yazırıq qüvvəmizin düsturunu. F bərabərdir M vurulsun A bərabərdir. M'in yerinə mən nə yazacağım? Yazacağım Rho vurulsun V vurulsun A. Elə deyilmi? İndi buradan A'nı tapırıq. A bərabərdir nəyə? F bölünsün Rho vurulsun deməli V'yə bərabərdir. Uşaqlar, tili A olan kubun həcmi hansı düsturla tapılır? V bərabərdir A kubu. İndi tili L olan kubun həcmi də tapılacaq. V bərabərdir nə ilə? L kubu da. A kubunun yerinə L kubu yazacaq. Yəni burada dəyişən elə bir şey olmadı. F bölünsün Rho vurulsun V'nin yerinə nə yazacağım? L'in kubu. Mən buradan gördüm ki A L'in kubundan necə asıldır? Tərs mütənasib asılıdır. Yəni yazacağım ki A1 bölünsün A2 bərabərdir L2'nin kubu bölünsün L1'in kubu. A1'i A qədər vermişdi. A bölünsün A2'ni tapmalıyıq biz bərabərdir. L2 nə qədərdir? L bölünsün 2 qədər. L bölünsün 2'nin kubu edəcək. L kubu bölünsün 8. L1'i də şərtimizdə L qədər vermişdi. L'in də kubu edəcək L kubu. Elə deyilmi? 8 düşəcək kəsirin məxrəcinə. L kublar da buradan ixtisar edəcək. Olacaq 8'də 1. Tənasübümüzü vurub açarıq.
A2 bərabər olar 8A-ya. Üfüqi müstəvidə qoyulmuş M, 2M və 3M kütləli 3 kub sapla bir-birinə bağlanmışdır. M kütləli kub F qüvvəsi ilə dartılır. Sapın gərilmə qüvvəsi 15 Newton olarsa, F qüvvəsini hesablayın. Uşaqlar, asan yol kimi düsturumuzu onsuz da yəni vurub açanda bu şəkilə gəlir. Baxırıq bura. F qüvvəsi neçə dənə cismi dartır? 3 dənə. Yazıram ki, F bölünsün M plus 2M plus 3M bərabərdir. Bəs T hansı cismi dartır təkcə? 3M. T bölünsün 3M. Buradan oldu mu? F bölünsün 6M bərabərdir. T bölünsün 3M. M'lər buradan ixtisar gedir. Yazıram ki, F bölünsün 6 bərabərdir. T'ni bizə neçə verib? 15. 15 bölünsün 3. Bunlar da ixtisar gedir. Burada qalır 5. Elə deyilmi? F də bərabərdir. 6 vurulsun 5. Eləyəcək 30 Newton. Yenə deyirəm. F hansı cisimləri dartırsa bölürük onun cəminə. T hansıları dartırsa bölürük onun cəminə. Əgər T burada olsaydı, onda da F bölünsün 6M bərabərdir. T baxın bu nöqtədə olsaydı, T bölünsün 5M yazacaqdıq. Üfüqi müstəvidə qoyulmuş M, 2M və 3M kütləli 3 kub sapla bir-birinə bağlanmışdır. M kütləli kub F bərabərdir 12 Newton qüvvəsi ilə dartılır. T gərilmə qüvvəsini hesablayın. Yenə də F neçə M-i dartır? 6M-i dartır. F bölünsün 6M bərabərdir. T neçə M-i dartır bəs? 3M. T bölünsün 3M. M-lər buradan ixtisar gedir. F-i bizə verib 12. 12 bölünsün 6 bərabərdir. T bölünsün 3. 6 ilə də 12 buradan ixtisar gedər. Burada qalar 2. Tənasibi də vurub açsaq, T bərabər olacaq 6 Newtona. 10 kiloqram kütləli cismə bir-birinə bir düz xətt üzrə əks istiqamətdə yönəlmiş F1 bərabərdir 15, F2 bərabərdir 10 Newton qüvvələr təsir edir. Cismin təcilini hesablayın. Cismin təcili hansı düsturla tapılır uşaqlar? A bərabərdir. F əvəzləyici bölünsün M bərabərdir. İndi qüvvələrimiz əks istiqamətdə yönəldiyi üçün əvəzləyici qüvvəmiz necə tapılacaqdır? Böyük qüvvədən kiçik qüvvəni çıxacaq. Yəni F1 bölünsün. F1 çıxılsın F2 bölünsün M. Bu da bərabərdir. F1 nə qədərdir? 15 çıxılsın 10 bölünsün. Kütləmizi də verib 10. Bərabər olacaq 5 bölünsün 10. O da edəcək 0,5. 34. M2 bərabərdir 3M1 olduqda sabit təcillə hərəkət edən əlaqəli cisimlər sistemində təsir edən qüvvələrin F2 bölünsün F1 nisbətini hesablayın. Sürtünmə nəzərə alınır. Uşaqlar, baxırıq bura. M2 bərabərdir 3M1 nə deməkdir? Yəni M2 M1-dən 3 dəfə böyükdür deməkdir. Elə deyilmi? Yəni M1-ə M deyəcək olsaq, M2-yə də deyəcək 3M. Düzdür? Yuxarıda yazdığımız üsuldan yazırıq. Yazırıq ki, F2 neçə dənə cismi dartır? Həm 3M-i dartır, həm də M-i dartır. Yəni F2 bölünsün M plus 3M bərabərdir. F1 bəs hansını dartır? Yalnız M1-i dartır, yəni M qədər. Buradan allıq nə? F2 bölünsün 4M bərabərdir. F1 bölünsün M. M-lər ixtisar gedir. Tənasibi vurub açacaq olsaq. Deməli. Bir saniyə. Buradan F2 bərabər olacaq 4F1-ə. F2 bölünsün F1 nisbətdə bərabər olacaq. Deməli 4-ə. Deməli bu nisbətimiz oldu 4. Disk mərkəzindən keçən şaquli O1, O2 ox ətrafında sabit 10 radyan bölünsün saniyə bucaq sürəti ilə fırladılır. Uzunluğu 50 cm olan ipin bir ucu diskin mərkəzinə birləşdirilmiş, digər ucuna isə
kütləsi 300 qram olan cisim bağlanmışdır. Və bizə deyir ki, cisim diskə nəzərən sükunətdə qalarsa ipin gərilmə qüvvəsi neçə newton olar? Sürtünmə qüvvəsi də nəzərə alınmır. Baxırıq bura. Uşaqlar, fərz edək ki, əlimizdə bir dənə 50 santimetrlik bir ipimiz var. İpin də ucuna biz balaca bir top bağlamışıq və ya daş bağlamışıq. Biz o ipi əlimizdə fırladırıq. Yəni dairəvi şəkildə fırlanır. Bu zaman ipin baxın, belə bir dənə ipimiz var. Bunda ucunda bir dənə bir şey var və bu şəkildə fırlanır. Belə. Bu zaman bunun cızdığı çevrənin radiusu elə bu ipin özü uzunluqda olmayacaqmı? Əlbəttə ki, olacaqdır. İndi burada bir şeye fikir vermək lazımdır. Bəs bu ip burada qırılsa bu cisim nə edəcək? Sağa doğru çıxıb gedəcək. Deməli bu cismə kənara doğru mərkəzə qaçma qüvvəsi yox, mərkəzdən qaçma qüvvəsi və ya əvəzləyici qüvvə deyirik buna. Bu qüvvə bu şəkildə təsir edir. Bəs qüvvə sağa doğru təsir edirsə, ipin gərilmə qüvvəsi isə sola doğru, mərkəzə doğrudur. Elə deyilmi? İndi cisim sola doğru getmir və yaxud da ip qırılıb sağa doğru getmirsə, deməli burada yaranan gərilmə qüvvəsi elə nədir? O əvəzləyici qüvvəmiz və ya mərkəzdən qaçma qüvvəsi qədərdir. Bu da bərabərdir M-A-ya. Deməli, T bərabər oldu. M-A bərabərdir. M vurulsun. A-nın yerinə yaza bilərəm. Omega kvadratı R. Burada uzunluğu 50 cm olan ip öz ətrafında radiusu 50 cm olan çevrə cızacaq. Elə deyilmi? Bərabərdir. Kütləmizi verib 300 qram 0,3 vurulsun. Omeganı verib 10. 10'un kvadratı vurulsun. Radiusumuz da 50 cm olacaq 0,5. Bu da bərabər olacaq 15 newtona. Üzərində M2 bərabərdir 2 kiloqram olan, deməli bu cisimimizin kütləsi nə qədərdir? 2 kiloqramdır. Bərabərdir 2. Kütləli cisim qoyulmuş. M1 kütləli cismə əks istiqamətdə F1 bərabərdir 80 newton, F2 bərabərdir 40 newton qüvvələr təsir edir. Cisimlərin aldığı təcil, yəni ümumi bu sistemimizin təcili nə qədərdir? 4 metr bölünsün saniyə kvadratı qədər olarsa, M1 kütləli cismin kütləsini hesablayın. Uşaqlar, qüvvələr necə yönəlib? Əks istiqamətdə yönəlib. Biz əvvəlcə nə etməliyik? Əvəzləyici qüvvəni tapmalıyıq. F əvəzləyici bərabərdir. F1 çıxılsın F2. Yəni 80 çıxılsın 40 bərabərdir 40 newtona. Deməli, burada indi bu 80-dən 40-ını çıxdıq. Sola doğru əvəzləyici qüvvəmiz qaldı. F əvəzləyici bərabərdir 40 newton. İndi bu 40 newton əvəzləyici qüvvə bu sistemin hamısını çəkir axı, elə deyilmi? Həm M1-i çəkir, həm də M2-ni çəkir. Bu zaman təcil üçün yazmalıyıq. A bərabərdir. F əvəzləyici bölünsün, M1 üstə gəlinsin, M2. Təcili bizə verib 4. 4 bərabərdir. Əvəzləyici qüvvəni tapdıq 40 bölünsün. M1-i bizdən istəyir, üstə gəlinsin. M2-ni isə şərtdə vermişdi 2 kiloqram. Tənasibi bura açaq. 4 M1 üstə gəlinsin 8 bərabər eləyəcək 40-a. 4-ü M1-ə vurduq. 4 M1, 2-yə vurduq 8. 4 M1 bərabərdir 40-dan 8-in çıxacam. Qalacaq 32-si. M1 də bərabərdir 8 kiloqrama. Deməli, M1-in də kütləsi oldu 8 kiloqram. Hamar üfüqi müstəvidə qoyulmuş M, 2M və 3M kütləli 3 cisim uzanmayan və çəkisiz saplarla bir-birinə bağlanmışdır. M kütləli cisim F qüvvəsi ilə dartılır. Sapın T1 gərilmə qüvvəsi 20 newton olarsa, baxın, deməli, burada yaranan gərilmə qüvvəmiz 20 newtondur. T2 qüvvəsini bizdən tapmamızı istəyir. Deyir ki, T2 pində yaranan gərilmə qüvvəsini tapın. Yenə eyni yanaşma edir uşaqlar. T1 neçə dənə M dartır? 5 dənə M. Yazıram ki, T1 bölünsün 5M bərabərdir. T2 bəs hansını dartır? Yalnız 3M.
T2 bölünsün 3M. Buradan m'lərimiz ixtisar gedir. T1'i bizə şərtdə verib ki, T1 20 Newtondur. 20 bölünsün 5 bərabərdir T2 bölünsün 3. Bunlar da ixtisar gedəcək. Burada qalacaq 4. Tənasibi vurub açacaq olsaq 4 vurulsun 3 eləyəcək 12 Newton. Deməli, burada yaranan qüvvəmiz oldu 12 Newton. Hamar üfüqi müstəvidə qoyulmuş M, 2M və 3M kütləli 3 kub sapla bir-birinə bağlanmışdır. Sapın gərilmə qüvvəsi 20 Newton olarsa, yəni sapın T gərilmə qüvvəsi 20 Newton olarsa, F gərilmə qüvvəsini hesablayın. Burada biraz T düşməyib uşaqlar. Baxın, burada T yazılıbdır. Yəni, bu qüvvəni bizə verib 20 Newton. F soruşur. İndi baxırıq. F gərilmə neçə M-i də artır uşaqlar? 3 dənə M-i də artır. Elə deyilmi? Yazacağım ki, F gərilmə bölünsün 3M bərabərdir. Bəs T neçəsində artır? Yalnız M-i. Bərabərdir. T bölünsün nə? M. M'lər buradan ixtisar gedir. F gərilmə bərabər olurmu? 3T-yə. Bu da bərabərdir. Gərilməni neçə verib? 20. 3 vurulsun 20 bərabər olacaq 60 Newtona. Deməli, burada yaranan gərilmə qüvvəsi 60 Newtondur. Yüklər sistemi hərəkətə başladıktan sonra 3 saniyə ərzində ikinci cismin yer dəyişməsinin modulu nəyə bərabərdir? Uşaqlar, burada zaten cisimlərin yer dəyişmələrinin modulları bir-birinə bərabər olacaq. Çünki tərpənməz blokdur. Əgər M1 5 metr aşağı düşürsə, M2 də 5 metr nə etməlidir? Yuxarı qalxmalıdır. Elə deyilmi? Əvvəlcə biz nə etməliyik? Bu sistemin təcilini tapmalıyıq. S bərabərdir yox. Əvvəlcə gedilən yolun düsturunu yazmazdan əvvəl təcilin düsturunu yazarıq. A bərabərdir nəyə? M2 çıxılsın M1 bölünsün M1 plus M2 vurulsun J bərabərdir. 6 çıxılsın 4 bölünsün 6 plus 4 vurulsun 10 bərabərdir 2 metr bölünsün saniyə kvadrat. Elə deyilmi? Daha sonra isə yer dəyişməmizin düsturunu yazıram. S bərabərdir AT kvadratı bölünsün 2 bərabərdir. A-nı tapdıq 2 vurulsun. Zamanı bizə verib 3 saniyə. 3'ün kvadratı bölünsün 2. Buradan da 2'lər ixtisar gedir. Yerdə qalır 9 metr. Sükunət vəziyyətindən hərəkətə başlayan cisimə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. İlk 10 saniyə müddətində cisim 20 metr yol gedərsə, ilk 30 saniyə müddətində neçə metr yol gedər? Əvəzləyici qüvvə x ox üzrə yönəlmişdir. Yəni ya x ox istiqamətdə ya da x oxun əksi istiqamətdə yönəltdə. X ox üzrə yönəlmək, uşaqlar, x ox istiqamətdə yönəlmək deyil. İndi əvvəlcə biz baxmalıyıq nəyə? Bizə deyir ki, sükunət vəziyyətindən. Deməli, V0-mız 0-a bərabərdir. Elə deyilmi? Mən bu zaman buradan nəyi tapa bilərəm uşaqlar? S bərabərdir V0T plus AT kvadratı bölünsün 2 olduğunu bilirik. V0 sıfıra bərabərsə V0T gedir. Bu zaman S bərabər olur nəyə? AT kvadratı bölünsün 2'yə. 20 metr yol gedib, 10 saniyə müddətində gedib. Bu zaman mən buradan gedilən yolum var, zamanım var. Təcili tapa bilərəm, elə deyilmi? Birinci hissədə gedilən təcil A1 bərabərdir 2S bölünsün T kvadratı bərabərdir 2 vurulsun neçə? 20 bölünsün 10'un kvadratı bərabər eləyəcək 40 bölünsün 100 0,4. Bunu tapdıq ki, təcilimiz 0,4'dür. Elə deyilmi? İndi uşaqlar, bu cismin 10 saniyə sonra sürətini də gəlin tapaq. Sükunət vəziyyətindən deyir. V0 yenə qeyd edirik 0'a bərabərdir. Bu zaman V bərabərdir nəyə? A vurulsun T'yə. A'mız 0,4'dür birinci hissədə. Vurulsun 10 bərabər eləyəcək 4 metr bölünsün saniyə. Aşağıda deməli cismin sürəti T bərabərdir 10 saniyə sonra nə qədər oldu?
4 metr bölünsün saniye qədər olmuş oldu. Bunu yadda saxlayırıq, unutmuruq, yazırıq bir kənara. Daha sonra nə edəcəm? İndi birinci hissədə olan təcillə ikinci hissədə olan təcilimiz fərqlidir. Nəyə görə? Fikir verirsəz görərsiniz ki, bax, söhbət nədən gedir? Eyni cisimdən gedir. Kütləmiz sabitdir. A bərabər F bölü M-dir. Birinci hissədə qüvvə 4-dür, ikinci hissədə isə 2-dir. Buna görə də deməli nə olacaq? Təcilimizin qiyməti birinci və ikinci hissədə fərqli olmuş olacaqdır. İndi mən yuxarıdan bir yerdən yaza bilərəm ki, nə yazacağım? F1 qüvvəm nə qədərdir? 4. Təcilim də 0,4 tapmışam. Deməli, buradan yazıram ki, A bərabərdir F bölünsün M. Buradan indi M-i tapıram. M bərabərdir nəyə? F1 bölünsün A1. Bərabərdir F1 4, A1'im də 0,4. Deməli, kütləm oldu 10 kiloqram. Düzdür? Bu cismin kütləsi. Zaten bu dəyişməyəcək. Aha, indi kütləmi tapmışam. Əvəzləyici qüvvəmdə var. Deməli, ikinci hissədə olan A2 təcilini mən rahat bir şəkildə tapa bilərəm. Elə deyilmi? Yazacağım ki, A2 bərabərdir F2 bölünsün M. Bərabərdir 2 bölünsün 10 olacaq 0,2. Düzdür? Yazdıq belə. İndi fikirləşmək lazımdır uşaqlar. Cisim sükunət vəziyyətindən hərəkətə başladı, 10 saniyə müddətində yeyinləşən hərəkət etdi. Və 10 saniyə sonra cismin sürəti oldu 4 metr bölünsün saniyə. Daha sonra isə 10 saniyədən sonra cisim bərabər yavaşlayan hərəkət edir. İndi bərabər yavaşlayan hərəkət etməyə sürətinin hansı qiymətindən başladı? 4 metr bölünsün saniyə qiymətindən başladı, elə deyilmi? Deməli, birinci hissənin, yəni ilk 10 saniyənin son sürəti İkinci 20 saniyənin nə olacaq? Başlanğıc sürəti olmuş olacaqdır. Yəni, ikinci hissədə gedilən yol S2 bərabər olacaq V0T minus AT kvadratı bölünsün 2 bərabərdir. 4 cismimiz nə zaman yavaşmağa başlayıbdır? Əvəzləyici qüvvəmiz -2 olubdur. Cisim X istiqamətdə yeyinləşən hərəkət edibdir dedik 10 saniyə müddətində. Daha sonra isə bərabər yavaşlayan hərəkət edibdir. Bu zaman nə yazacağım? Və bərabər yavaşlayan hərəkətdə də başlanğıc sürət 4 qəbul olunmalıdır. Birinci hərəkətin son sürəti ikinci hissənin, yəni birinci hissənin son sürəti ikinci hissənin başlanğıc sürətidir. 4 vurulsun. Zamanımız 10-dan 30'a qədər 20 çıxılsın və ikinci hissədə cisim hansı təcillə hərəkət etdi? Biz bunu deməli tapmışdıq da, bəli, buradadır. Baxın. 0,2. Nə yazacağım? Yazacağım ki 0,2 vurulsun 20'nin kvadratı bölünsün 2. Çünki ikinci zaman intervalında cisim 10 saniyədən 30'a qədər hərəkət edibsə də zaman 20 saniyə qəbul etməliyik. 80 çıxılsın. Bu 20'nin kvadratı 400. 400 0,2'ye vuranda 80, 80'i də 2'ye böləndə düşəcək 40. Bərabər olacaq 40 metr. İndi bizə deyir ki, ümumi ilk 30 saniyədə nə qədər yol gedibdir? Biz yuxarıda özü şərtdə qeyd etmişdik ki, əvvəlcə nə qədər yol gedib? 20 metr yol gedib. Düzdür? Zaman, yəni gedilən S1 yolumuz 20 metrdir. S2'ni nə qədər tapdıq bəs? 40 metr tapdıq. Bu zaman ikisinin bir yerdə cəmi S ümumi bərabər olacaq. S1 üstə gəlsin S2 bərabərdir 20 plus 40. O da bərabər olacaq 60 metrə.